Bizim sözsüz ki, bizim necədir, güneysiz Azərbaycan ədəbiyyatı, mədəniyyəti, şou biznesi o həddə gəlib çatmayacaq ki, mənfəət gətirsin. Çünki məsələn Rusiyada, Türkiyədə şou biznes milyonlarla adamı yığır, yaxşı pul gətirir. Azərbaycanda bu kütlə ancaq güneydədir. Məsələn bugün Eyyub Yaqubun Təbrizdə, Tehranda və yaxud da Aygün Kazımova dəqiq, çünki onların fanatları arazının ortayındadır da. Yaxud elə bizim muğam, onlar rahat 100 bin, 200 bin, 1 milyon adam yığılır. Mən sizə inandırıram. Balaca bir reklam və Təbrizdə sözsüz ki, bizim yaxşı müğənnimlərdən söhbət gedir. Məsələn, Eyyubun Azəri torpağının hamımız övladı, o ən çox sevilən mahnılardandır. Hə, bunu Təbrizdə elə hər yerə getməsən çox sevərlər bu mahnını. Azəri torpağımın hamımız övladı. Orada özü də tamam başqa cür səslənir o. Azərbaycan vəhdəti orada hiss olunur. Onun üçün də bu mahnıya çox kullansınlar. Aygünə çox kullansınlar. Aygün Kazımova. Bəli, Aygün Kazımova oraya getsə bəlkə də bir yarım milyon adam. Elə yəni bizim biznes, bizim ticarət, o vahid bazarımız, iqtisadi bazarımız günü ilə biz bunu təşkil edə bilsək. Ən azı Araz kənarında biz Rusiya ilə Türkiyəyə uyğun necə orada o şou biznes mənfəət gətirir də. Mədəniyyət mənfəət gətirir, ancaq vahid Azərbaycan çərçivəsi. Hə, bizim məsələn mədəniyyətimiz pul gətirmir. Saytlarımız pul gətirmir, televiziya. Çünki ölkə vahid deyil. Ölkə vahid olsa 40 milyonluq, 50 milyonluq Azərbaycan o taylı bu taylı sözsüz ki, bu başlayacaq pul gətirməyə. Mədəniyyət üçün, bizim mədəniyyətimizin maliyyələşməsi üçün.